Hər vaxtınız xeyir olsun əziz izləyicilər, hər birinizi salamlayıram. Bugün mən sizlərə 16 noyabr OTK tərəfindən 11-ci siniflər üçün keçirilən buraxılış imtahanında istifadə olunan Azərbaycan dili suallarının düzgün izahını verəcəm. Birinci sual. Sözlərin mənasını nəzərə alaraq ardıcılığı müəyyən edin. Təbiətən dərrakəli, anlaqlı, idraklı, intuisiyalı. Bu nədir? Fəhimlidir. 2. Saxlamaq üçün birinə müvəqqəti verilən əşya, pul, əmanətdir. Birini qoruma, ona havadarlıq və qayğı göstərmə, himayədir. Xoş söz, tərifli ifadə, komplimentdir. 2, 4, 1, 3 cavabımız olmalıdır. A variantı. İkinci sual. Nümunə ilə bağlı yanlış fikri müəyyən edin. Elə bil, nə vaxtsa yaşamışam mən, deyəsən bir zaman atım da olub. Nə vaxtsa döyüşə atılmışam mən, əlimdə qılıncım, qalxanım olub. Tünd qara hərflərlə yazılmış söz adlı halda deyil. Nə vaxtsa döyüşə, bəli, burada nədir? Yönlü kal şəkilsiz. Bu düzgün fikirdir. Birinci misrada frazeoloji birləşmə işlənməyib. Bəli, heç bir frazeoloji birləşmə işlənməyib, düzdür. Dördüncü misrada yerlik halda olan söz həm də mənsubiyyət şəkilçilidir. Dördüncü misrada əlimdə sözündə, əl sözün köküdür. İm mənsubiyyət şəkilçisidir, də yerlik hal şəkilçisidir, düzdür. İkinci misrada mənsubiyyət şəkilçili söz adlı haldadır. Demək, atım sözündə mənsubiyyət şəkilçili sözdür və adlı haldadır, düzdür. Dördüncü misrada mənsubiyyət şəkilçili sözlərin hamısı adlı haldadır. Dördüncü misrada əlimdə, məsələn, əlimdə sözünü götürək, mənsubiyyət şəkilçili sözdür, im mənsubiyyət şəkilçisidir, amma adlı halda deyil, dadə nədir? Yerlik hal şəkilçisidir. Ona görə də cavabımız olmalıdır. Y variantı. Üçüncü sual. Cümləni tamamlaya bilməyən fikri müəyyən edin. Yaz isminə birbaşa dır şəkilçisi qoşulsa, yəni, əgər yaz isminə dır şəkilçisi qoşulursa, yəni yazdır, vurğu ilk hecəyə düşür, dır qrammatik şəkilçidir və bunun deyilişi yazdı formasında olur. Çünki yadda saxlayaq ki, dır, dir, durdur şəkilçisi həm leksik, həm də qrammatik şəkilçi olur. Leksik şəkilçidirsə, fiil düzəldən şəkilçidir və ondan sonra maq artıra bilirik. Və leksik şəkilçidirsə, elə dır formasında tələffüz olunur. Amma qrammatik şəkilçi kimi işləndikdə d formasında tələffüz olunur. Sözdə ahəng qanunu pozulmaz. Bəli, pozulmaz. Düzdür. Saitlərdən biri uzun tələffüz olunar. Xeyr, heç bir uzanma olmur. Sözün tərkibində 3 cingiltili samit olar. Bəli, y, z və d. Düzgün fikirdir. Bütün samitlərin qarşılığı olar. Bəli, çünki r deyilişdə düşür. Düzdür. Sözün deyilişi ilə yazılışı fərqlənər. Bəli, r düşür. Cavabımız olmalıdır. B variantı. Dördüncü sual. Uyğunluğu müəyyən edin. 2 leksik, bir qrammatik şəkilçisi var. 1 leksik, bir qrammatik şəkilçisi var. Yalnız bir leksik şəkilçisi var, qrammatik şəkilçisi yoxdur. Təhlil eləyək hər birini. Qızartılar. Qızartılar sözündə sözün kökü qızar. Qızarmaq feilindən qızartı ism əmələ gəlir. Lar cəm şəkilçisidir. Daramaq feilindən daraq ism əmələ gəlir. Məktub ismindən məktublaşmaq feili d keçmiş zaman şəkilçisi q şəxs sonluğudur. İşləkdir. İş ismindən işləmək feili, işləmək feilindən işlək sifət əmələ gəlir, dir şəxs şəkilçisidir. Süzmək feilindən süzgəc ismi əmələ gəlir. İndi 2 leksik, bir qrammatik şəkilçisi var. 2 leksik, bir qrammatik. Birə yazmalıyıq D variantını. Sonra başqa 2 leksik, bir qrammatik şəkilçisi olan varmı? Yox. Birə yalnız D variantını yazırıq. Bir leksik, bir qrammatik şəkilçi olan 2-yə yazırıq A variantını. Yalnız bir leksik şəkilçisi var, qrammatik şəkilçisi yoxdur. 3-ə də yazırıq B variantını, Y variantını. 1-ə D, 2-yə A, 3-ə B, Y. Demək, C variantını da heç birinə yazmırıq. Cavabımız C variantıdır. 5-ci sual. Ələhlənmək sözünün fonetik xüsusiyyətləri ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Demək, sözün düzgün deyilişi ələhlənmək
ələklənmək. Ələklənmək formasında deyilir. Yazılışı ilə deyilişi arasında yalnız iki fərqli məqam var. Demək, k-ih kim deyilir? Bir fərq. N-mı kim deyilir? İki fərq. K-ih kim deyilir? Üç fərq. Demək, iki yox, üç fərq var. Bir doğru deyil. Biri çıxırıq, çünki biz doğrudan doğru götürməliyik. Cingiltili samitlərin sayı kar samitlərdən çoxdur. Demək, l cingiltili, l, m. 4 dənə cingiltili var, 2 dənə kar var. Bəli, 2 doğrudur. Kar cingiltili samit qarşılıqları işlənmişdir. Kar cingiltili samit qarşılığı o deməkdir ki, məsələn, ih varsa orada y da olardı. O da yoxdur. Ona görə 3-də yanlışdır. 3-ü çıxdıq. Yanlışdırdan yanlış olanları götürməliyik. Qarşılığı olmayan yalnız 3 samit işlənib. Qarşılığı olmayan l, m. 4 dənə samit var. Demək, 4 yanlış fikirdir. Hecalardan ikisi saitlə bitir. Lək, lən, mək. Yalnız bircə dənə neynir? Saitdən bitir. Bir hecası. Demək, bu fikir də yanlışdır. 2, 4, 5 cavabımız olmalıdır. D variantı. 6-cı sual. Hansı bənddəki sözlərin hamısı isimdir? Evdar sifətdir, evdəki sifətdir. Burada bircə ev isimdir. Artıq sifətdir, artmaq feildir, artım. Burada bizə nə artım isimdir. Təmizləmək feildir, təmizlik isimdir, təmizdir, sifətdir. Düyün isimdir, düyü isimdir, düzəngah isimdir. Gülərüz sifətdir, gülümsər sifətdir, gülüş isimdir. Cavabımız olur D variantı. 7. Yazılışı ilə tələffüzü fərqlənməyən sözlərdən ibarət cərgəni müəyyən edin. Xiffət fərqlənmir, həssas fərqlənmir, amma kasat t kimi deyilir. Malikanə fərqlənmir, uzanma yazılışdan deyiliş arasında fərq əmələ gətirmir. Vaxtaşırı fərqlənir, rəssam fərqlənmir. Qəhrəman fərqlənmir, amma dialoq fərqlənir, tələbat fərqlənmir. Bilərzik fərqlənir, jeton, leytenant fərqlənmir. Qirayət, bərayət, bikar. Bunlar fərqlənmir. Cavabımız olmalıdır. Y variantı. Baxın, birdən uşaqlar yenə səhv eləyir. Qirayətdir, bərayətdir. Burada araya y samiti daxil olmur. Y samiti yalnız idən birləşən saitlərin arasına daxil olur. Yaddan çıxartmayaq. 8. Cədvələ uyğun fikirləri müəyyən edin. İlk sözün son samiti cingiltili tələffüz olunur. Nə baş verməlidir? Özündən sonra saitlə başlayan söz gəlməlidir. Quraqlıq illəri. Burada cingiltili tələffüz olunur. Qığı əvəzləməsi baş verir. Çünki özündən sonra sait gəlib. Biri götürürük. Amma şərik dostlar samit gəlib. Olmaz. Kəpənək qanatları ihdir. Samit gəlib yenə olmaz. Biri götürdük. İlk sözün son samiti kar tələffüz olunur. İştirak ki onsuz da saitdən başlayan şəkilçi artıranda k-yi əvəzləməsi baş vermir. Ona görə elə k kimi tələffüz olunur. 4-ü götürürük. Məslək ih. Özündən sonra samit gəlir. 5-i də götürürük. Çiçək ətri. Bu da y-dır. Özündən sonra sait gəlir. 1, 4 və 5. Cavabımız olmalıdır. Y variantı. 9. Cədvələ uyğun fikirləri müəyyən edin. Onlar yeni layihə hazırlayırlar cümləsində layihə sözü təsirli haldadır. Bəli, layihə hazırlayırlar. Bunu hazırlayırlar. Təsirli halda olan sözün yerinə bunu qoya bilirik. Qeyri-müəyyənlik bildirən təsirli haldadır. Həqiqətən də doğru fikirdir. Bizdən uyğun fikirlər istəyir. Biri götürürük. Doğru fikirdir. Əvvəlinə doğru yazıb düzgündür. Evi təmizləyib həyətə çıxdı cümləsində ilk söz təsirli haldadır. Bəli. Baxın, evi yenə bunu təmizləyib. Bunu deyə bildik. Təsirli haldadır. Düzgün fikirdir, amma qarşısına yanlış yazıbdır. Ona görə 2-yi götürmürük. Bakı şəhər birləşməsində Bakı sözü adlı haldadır. Bəli, Bakı sözündə heç bir şəkilçi yoxdur. Amma baxırıq ki, özündən sonra mənsubiyyət şəkilçili söz gəlib. Demək, hansı haldadır? Adlı haldadır. Üzr sayın, adlı halda yox. Demək, Bakı sözün qeyri-müəyyənlik bildirən yəlik haldadır. Yanlış fikirdir. Qarşısına da yanlış yazdığı üçün doğru olaraq götürürük. Səndən məni soruşublarmı cümləsində hal şəkilçisi qəbul etmiş 2 isim var. Bu cümlədə hal şəkilçili sözlər var. Səndən çıxışlı haldadır, məni təsirli haldadır, amma isim deyirlər. Sən, mən şəxs əvəzliyidir. 4-cü fikir yanlışdır. 4-ü götürmürük.
Qardaşı dünən şəhərə yola düşüb cümləsində ilk söz adlı haldadır. Onun qardaşı, öz qardaşı. Bəli. Əvvəlinə öz artıra biliriksə, demək buradakı ö mənsubiyyət şəkilçisidir, başqa da hal şəkilçisi yoxdur, adlıq haldadır. Demək cavabımız olur 1, 3 və 5. 10-cu sual. Hansı sözlərin amonim mənaları eyni nitq hissəsinə aiddir? Cır. Məsələn, cır meyvə necə meyvə sifətdir, cırmaq feildir. A getdi. Qıyıq. Məsələn, qıyıq bir iynə anlamında işlənir. Bir də qıyıq göz, necə göz sifət kimi işlənir. Və yaxud da ki, bəstə. Nə bəstə? Bəstə boy, necə boy? Yara, isim kimi, yaramaq feil kimi. Bu da olmaz. Nəfis ümumiyyətlə amonim deyil, müxtəsər vurğusu dəyişməklə mənası dəyişən sözdür, amonim deyil. Çən eyni nitq hissəsinə aid ola bilər. Duman, çən mənasında, bir də çən demək iri su qabı mənasında. İkisi də isim olur. Amma bizə lazımdır hamısı eyni nitq hissəsi olsun. Oynaq hava, necə hava sifətdir. Bir də oynaq sümüyü bu isimdir. Fərqli nitq hissəsi oldu, getdi. Yal. Yal hər hansı bir heyvanın yeməyi anlamında isimdir. Bir də yal atın yalı, yəni atın boyun hissəsində olan tükü. Eyni nitq hissəsinə aiddir. Əsər, yazılan hər hansı bir əsər isim kimi işlənir. Bir də əsər sözü, yəni iz, əlamət mənasında əsər anlamında işlənir. Yenə isimdir. Qayın, ağac mənasında isim, bir də qohum mənasında isim. Demək cavabımız olmalıdır Y variantı. Mətn suallarımızın izahına keçək. Kəndə qayıdış. Mətni dayandıraraq oxuya bilərsiniz. Mətnin suallarına baxaq. 11-ci sual. Birinci abzasdakı nöqtələrin yerinə hansı ifadə yazıla bilər? Birinci abzasda Əşrəf vaqonun ayaqlığından, burada yazılmalıdır platformaya atıldı. Yəni vaqona aid olan söz platformadır. Cavabımız olur A variantı. 12-ci sual. Mətnin məzmunu ilə bağlı yanlış fikirlər müəyyən edin. Stansiyada gecələmək üçün yer olmadığından Əşrəf yola düşür. Xeyr, bu yanlış fikirdir. Orada hətta demək gözətçi deyir ki, qal qonağım ol. Əşrəf özü qalmaq istəmirdi. Tez getmək istəyirdi. Demək ona görə birinci fikir yanlışdır. Əşrəf kasıb bir kəndlinin övladıdır. Xeyr, kasıb kəndlinin övladı deyil. Çünki burada baxın bu məqama burada qeyd olunur ki, al paltarını dəyiş, ağa tapşırdı. Baxın, ağa tapşırdı. Demək ki, ağa bunun dalınca atlı göndəribsə, biz Əşrəf kasıb bir kəndlinin balasıdır deyə bilmərik. Bir də yanlış fikirdir, iki də yanlış fikirdir. Qatardan düşəndə Əşrəfin hər hansı yükü olmur yazır. Baxın, burada deyir, atıldı, sonra yol çamadanını götürüb stansiyaya yaxınlaşdı. Yol çamadanını. Demək, hər hansı yükü olmur fikri yanlışdır. 1, 2, 3 yanlışdır. 4-də deyir, stansiya ilə Əşrəfgilin kəndlərinin arasında çay da var. Bəli, çünki orada çay keçməkdən söhbət getdi. Əşrəfin geyimi yerli cəmaatın ənənəvi geyiminə uyğun deyil. Bəli, burada qeyd olundu ki, demək, kəndə rus libasında gəlməsin, ayıbdır. Bu fikir də düzgün fikirdir. Demək, 4-5 düzgündür, 1-2-3 yanlışdır. 13-cü sual. Mətnə əsasən doğru fikirlər müəyyən. 13-də deyir, mətnə əsasən doğru fikir müəyyən edin. Hadisələr qış vaxtı cəryan edir. Xeyr, bu yanlışdır. Məsələn, burada qeyd olunur ki, baxın, ətraf yamyaşıl idi. Demək ki, hadisələr qış vaxtı cəryan etmir. Qış vaxtı olmur hadisələr. Bu yanlışdır. Əşrəfin Qordən kəndlərinə gəlməsi ilk dəfə deyildi. Bəli,
İlk dəfə deyildi. Bunu hara əsasən bildik? Burada qeyd olunur ki, həmişə qoyurdan qaydanda atası onun qabağına adam göndərərdi. Bax, buna əsasən biz deyə bilərik ki, ilk dəfə deyildi. Demək, B variantı doğru fikirdir. Gözətçi cavan olduğu üçün bu yerlərə yaxşı bələd deyildi. Xeyr, gözətçi bu yerlərə bələd idi. Elə fikirləşirdi ki, birdən Əşrəf bu yerlərə bələd olmaz. Əşrəf əraziyə tam bələd olmadığı üçün meşədə oturub onu qarşılamağa gələnləri gözləyirdi. Xeyr, Əşrəf ətrafı tam tanıyırdı. Sadəcə nəyə görə oturur? Deyir, Əşrəf yalnız indi axşam üstü nahaq yola çıxdığını düşündü. Bir neçə saat meşədə oturdu. Yəni, gecə olduğuna görə meşədə oturur. Əşrəfi qarşılamağa həmişə vaxtında gələn Tapdıq bu dəfə gecikmişdi. Burada Əşrəfi qarşılamağa həmişə Tapdıq gəlmir. Demək, baxın, burada qeyd edilir. Tez olmayın, gedək, ağa bizi gözləyir. Əşrəf atın belinə qalxdı, qabağa düşdü, ancaq gələnlər ona çatıb atları yanaşı sürdülər. Bəs Şamxal xanım mənim qabağıma həmişə o gələrdi. Demək, həmişə Tapdıq yox, onu qarşılamağa kim gələrmiş? Şamxal gələrmiş. Cavabımız oldu B variantı. 14-cü sual. Mətnə əsasən cədvələ uyğun fikirləri müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış seçməliyik. İlk cümlə çıxarılsa heç bir məzmun dəyişikliyi baş verməz. Baxaq. Qatar kiçik dayanacaqda azca yavaşıdı. Bu cümlə olmasa birbaş Əşrəf vaqonun ayaqlığından xeyr, uyğun olmaz. Yəni, birinci cümlə olmalıdır, çıxarılmamalıdır. Ona görə bir yanlışdır, biri götürmürük. Məcazi mənalı ifadələr də işlənmişdir. Bəli, əlbəttə ki, mətn bədii mətndir. Bədii mətn olduğuna görə məcazi mənalı ifadələr işlənir. 2 doğru fikirdir. Son abzas 2 abzas şəklində verilməlidir. Son abzas demək, Əşrəf cingiltili səslə qəhqəhə çəkib atın yanına yatdı. Son abzas bura və 2 abzas şəklində verilməyə ehtiyac yoxdur. Ona görə 3'ü götürmürük. Yanlışdan yanlış olanları götürməliyik. Obrazların nitqləri monoloqda təqdim edilir. Monoloqda yox, dialoqda təqdim olunur. Ona görə 4 yanlışdır. Nəticə hissəsində mətnin məzmunu ilə bağlı olmayan cümlə işlənmişdir. Xeyr, heç bir uyğunsuzluq, məzmundan kənar cümlə yoxdur. Hadisələr müəllif təhkiyəsində və obrazların danışığında verilir. Bəli, yəni epik növdə olan bir əsərdir. Həm müəllifin nitqinə yer verilir, həm də obrazların danışığına yer verilir. Cavabımız olmalıdır 2, 4, 5, Y variantı. 6 doğrudur. Doğru yanlışda yazıldığına görə götürmürük. 15-ci sual. Bu yaxınlarda kənd yox idi cümləsi mətndə hansı işarənin yerinə daha uyğundur? Demək, baxın, onun geyimindən seminarist olduğunu bildikdə daha da təəccübləndi. Bu yaxınlarda kənd yox idi, bu vaxt o hara gedəcəkdi? Demək, rom işarəsinin yerinə biz bu cümləni qoya bilərik. Cavabımız olmalıdır D variantı. 16. Mətndə üzərində rəqəm yazılmış sözlərin mənasını yazın. Üzərində rəqəm yazılanlar Yəhər sözüdür, yəhər. Yəhər atın üzərində oturmaq üçün atın üzərinə qoyulan bir əşya vasitədir. Yəhər. Daha sonra cilov. Cilov da atı idarə eləmək üçün atın ağzından keçirilən ipdir. Bunlar yazırıq. 17. Çərçivədə verilmiş cümlədəki fəaliyyətin Əşrəfə aid olmadığını əsaslandırın. Onlar atdan düşdülər. Bəli, bu cümlə Əşrəfə aid deyil, Tapdıq-gilə aiddir. Çünki biz ondan əvvəlki hissədə görürük ki, Tapdıq meşədə idi, müəyyən qədər yol gəldikdən sonra oturmuşdu.
və onlar atdan düşüb sonra gəlib Əşrəflə görüşürlər. 18. Müqayisə cədvəlində mətnlərin üslubu xüsusiyyətləri ilə bağlı fikirlər yazın. Kəndə qayıdış mətni bədii üslubdadır. Bədii üslubdadırsa, demək burada obrazlılıq, məcazilik, bədii təsvir vasitələrindən istifadə var. Nəsr dilində təzahür eləyir, üzrə fikirlər yaza bilərik. Bizə burada verilən nümunə isə rəsmi işgüzar üslubdadır. Rəsmi işgüzar üslubda normallıq daha möhkəm olur. Məcaziliyə yol verilmir. Bir mənalı sözlərdən istifadə olunur. Bunlar üçün ümumi cəhətdə hər birində ədəbi dilin normaları gözlənilir. Funksional üslublar sisteminə daxildir. Bu cürə fikirlər yazırıq. 19. Altından xətt çəkilmiş cümlədə mətnin məzmunu ilə ziddiyyət təşkil edən məqamı müəyyən edib düzəliş etməklə cümləni yenidən yazın. Baxın, burada deyir ki, altından xətt çəkilən cümlədə qatarı yola salan gözətçi səhər çağı tək qalan sərnişinə baxdı. Burada səhər çağı deyir, amma ondan sonraki hissələrdə biz görürük ki, artıq qaranlıq düşürmüş. Demək, səhər çağı deyilmiş, gecə vaxtıymış. 20. Mətndə əvvəlində Roma rəqəmi qoyulmuş ifadələr əsasında cədvəli tamamlayın. Əvvəlində Roma rəqəmi qoyulanlar. 1. Ürəyi quş kimi çırpınır, az qalırdı, qanatlanıb uçsun. İnsanın uçmağı. Nədir bu? Məcazidir. Əşrəf meşəyə çatdı, bu da həqiqidir. Demək, birinciyə yazırıq poetik, ikinciyə yazırıq informativ. İfadənin mətndəkindən fərqli funksiya uçdu, quş uçdu. Həqiqi. İkinci isə hansı sözümüz idi? Çatdı. Əşrəf meşəyə çatdı. Həqiqi mənada, məsələn, o arzusuna çatdı, məcazi mənada işlənmiş olar. Keçək ikinci Kəlbəcər mətninə. Videonu dayandıraraq mətndən tanış ola bilərsiniz. İndi isə sualların izahına keçək. 21-ci sual. Mətnə əsasən cədvəldəki uyğunluğu müəyyən edin. Doğrudan doğru, yanlışdan yanlış, ehtimaldan da ehtimal seçməliyik. 21 avqust 2025-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bu yanlış fikirdir. Kəlbəcər rayonu uzun illərdən sonra 2 noyabr 2020-ci ildə işğaldan azad edilmişdi. 2025-dən bağlı nə var? Demək, 21 avqust 2025-ci ildə Kəlbəcər əhalisi ilə Prezident İlham Əliyev görüşübdü. Demək, bir yanlışdır, doğruda veribdi. Ona görə biri götürmürük. Kəlbəcərdə insanlar İslamın yayıldığı dövrdən başlayaraq məskunlaşmağa başlayıbdı. Demək, İslam 7-ci əsrdə yayılıbdı. Amma baxın, burada qeyd olunur, Kəlbəcər qədim insan məskənlərindən biridir. Ona görə ikinci fikirdə yanlışdır. Doğrudan doğru götürməliydik biz, amma ikisi də yanlışdır. 3. 1976-cı ildə Kəlbəcərdə ilk qaya təsvirləri aşkar edilmişdi. Baxaq 1976-dan bağlı. 1976-cı ildə Kəlbəcər qaya təsvirlərinin yerləşdiyi ərazinin yaxınlığında Azərbaycanda ən qədim yaşayış yerlərindən biri aşkar edilib. Burada qaya təsvirləri aşkar edilmişdi demir. Ən qədim yaşayış yerlərindən biri aşkar edilibdir. Yanlış fikirdir, yanlışda verdiyinə görə götürürük. 1968-ci ildən rayonun Şorbulaq və Ağyataq ərazilərindəki qaya təsvirləri öyrənilməyə başlayıb. Amma burada başqa bir fikir deyir. Deyir ki, rayonun Qaragöl və Zalxa gölləri sahilində Ayı Çınqıllı və Pərçınqıllı dağlarının qayalarında həkk edilmiş təsvirlər 1968-ci ildən öyrənilməyə başlayıb. Yəni, 4-cü fikir də yanlışdır, ona görə götürürük. Ehtimal, BMT Təhlükəsizlik Şurasının qətnamə qəbul etməsinin əsas səbəblərindən biri Kəlbəcərin işğalı olubdur. Bəli, burada qeyd olundu. Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etmişdi.
İslam dini Azərbaycanda 7-ci əsrdə yayılmağa başlayıb. Demək, bu fikir doğrudur. 7-ci əsrdən İslamın yayıldığı dövrdür. Amma o fakt olaraq verilibdir, doğruda verilməlidir. Ona görə 6-yı götürmürük. 3, 4, 5 cavabımız olmalıdır. Y variantı. 22. Mətndə altından xətt çəkilmiş sözlərdən heç birinin şərhinə uyğun deyil. Birinci, qızıl xrom yataqları. Yataq sözünün mənası hər hansı faydalı qazıntının yerin altında və ya səthində təbii toplanma yeri, mədəndir. Bunu çıxırıq. Daha sonra ibtidai insanın meydana gəlməsi, meydana gəlmək, yəni yaranmaq, əmələ gəlmək, bunu da çıxırıq. Daha sonra antik, qədim dövrlərdə xüsusilə qədim Yunanistan və Roma mədəniyyətinə aid, bunu da çıxaq. Daha sonra diametr dairəvi fiqurun mərkəzindən keçən və onu 2 bərabər hissəyə ayıran düz xətt. Demək, burada A variantına aid olan sözün A variantındakı izaha aid heç bir fikir verilməmişdir. 23-cü sual. Mətndə bununla bağlı fikir yoxdur. Kəlbəcərdə su hövzələri boyunca çoxlu qədim süni mağaraların mövcudluğu. Baxın, burada var o barədə. Bir dəqiqə. Tərtər çay boyunca qədim süni mağaralar mövcuddur. Bu fikir doğrudur. Bizdən yoxdur deyir. Kəlbəcərdə qızıl yataqlarının istismar olunmağa başlanması zamanı belə bir fikir yox idi mətndə. Bir variantıdır cavabımız. Kəlbəcərdə insanların lap qədim zamanlarda yaşaması, bu da qeyd olunubdur. Çünki deyir, qədim insan məskənlərindən biridir. Azərbaycanın ən yüksək dağ rayonunda arxeoloji tədqiqatların aparılması. Bəli, burada da arxeoloji qazıntılar aparılması barədə məlumatlar var idi. Kəlbəcərdə qədim mədəniyyət nümunələrinin olduğunu deməyə əsas verən faktların olması. Bəli, bu da var idi mətndə. Demək, cavabımız olmalıdır B variantı. 24. Mətnə əsasən fikirlərdən birinin dəqiqliyini təsdiq etmək olar. Kəlbəcər rayonu 1936-cı ildə yaradılıb. Bunu deyə bilmərik mətnə əsasən. Beynəlxalq əhəmiyyətli qərar uzun müddət reallaşdırıla bilmək. Bəli, bu doğrudur. Nəyə görə? Baxın, burada qeyd olunur ki, Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul etdi. Amma sonra da qeyd olunur ki, uzun illərdən sonra 2 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Bax, bu demək, bu fikir doğrudur. Azərbaycanın ən qədim yaşayış məskəni Kəlbəcərdə tapılıb. Qədim yaşayış məskənlərindən biridir, amma ən qədimi Kəlbəcərdə tapılıb deyə bilmərik. İbtidai insanlara aid əmək alətlərinin tapıldığı ilk yer Kəlbəcərdir. Baxın, bu fikrə baxaq, çünki şagirdlərimiz bu fikri yazmışdı və iddia edirdilər ki, düzgün cavab odur. Baxın, burada qeyd olunur ki, arxeoloji tədqiqatlar sübut edir ki, ilk əmək alətləri həm də bu yerlərdə hazırlanıb. Demir ki, yalnız bu yerlərdə hazırlanıb. Deyir, həm də bu yerlərdə hazırlanıb. Həm də bağlayıcısının işlənməyi o deməkdir ki, başqa yerlərdə də hazırlanıb, həmçinin burada da hazırlanıb. Ona görə deyini də götürə bilmərik. Azərbaycanda yeganə civə yataqları Kəlbəcərdə yerləşir. Xeyr, bunu da deyə bilmərik. Burada sadəcə demək, sənaye əhəmiyyətli civə ehtiyatları yerləşir deyir, amma yalnız təkcə burada yerləşir demir. Cavabımız B variantıdır. 25. Hansı faktlar mətndə yoxdur? İşğal dövründə məcburi köçkün düşmüş Kəlbəcərlilər indi rayona qayıdırlar. Azad edilmiş Kəlbəcərdə yenidən qurma işləri aparılır. Bu var. Bizə olmayanı götürməliyik. 27 sentyabrda başlanan uğurlu əməliyyatlar sona qədər davam etdirildi. Tarixən biz bunu 44 günlük müharibəmizdən bilirik, amma mətndə bu haqda məlumat yoxdur. 3-ü götürək. Kəlbəcərdə bir çox istedadlı insanlar
yaşamışlar. Bu haqda məlumat verilməyib. 4-də götürək. Rayonu tərk etməyə məcbur qalan Kəlbəcərlilər əsasən Aran zonasında məskunlaşmışdılar. Bu haqda da məlumat yoxdur. Cavabımız ona görə də 3, 4, 5 olmalıdır. 1-2 doğrudur. 26. 5-ci abzasda mətnin üslubunun səciyyəvi xüsusiyyətləri üçün xarakterik olmayan cümləni yazın, fikrinizi əsaslandırın. 5-ci abzasda, baxın. Bu cümlədir. Tarixin dərin qatlarından günümüzə qonaq gələn bu tikilinin divarları qaya parçalarından, daş çaylarından hörülübdür. Mətnimiz ümumi olaraq publistik üslubda olan mətindir. Bu cümlə isə məcazlik var. Dərin qatlarından günümüzə qonaq gələn. Nədir məcazlik var? Məcazlik olduğuna görə demək verilən mətnin üslubuna səciyyəvi olmayan xüsusiyyətdir. 27. 6-cı abzasdakı nöqtələrin yerinə uyğun söz yazın. 6-cı abzasda qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olmuş rayonlarından dərhal çıxarılması, məsələn, yaza bilərdik ki, nəzərdə tutulurdu. Nəzərdə tutulurdu. Yaza bilərik. Daha sonra 28. Neçənci abzasların yeri dəyişdirilsə, mətnin tərkib hissələri arasında əlaqə bərpa olunur. Neçənci abzasların yeri dəyişdirilsə. Baxın, burada biz dəyişməliyik 6-dan 7-ci abzasların yerini. Nəyə görə? Demək, 5-ci abzasdan cümlə bitir. 7-ci abzasda Kəlbəcər 1993-cü ilin aprel ayının 3-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Birinci işğal olunma tarixini verməliyik. 6-cı abzasda isə işğaldan azad olunma tarixini verib. Ona görə də 7-ci abzasdan 6-cı abzasın yeri dəyişdirilməlidir. 29. Müddəa Kəlbəcər ərazisində türklər qədim zamanlarda məskunlaşmışlar. Bəli. Nəyə əsasən sübut edə bilərik bunu? Məsələn, Kəlbəcər sözü qədim türk dilində çay üstündə qala deməkdir. Qala deməkdir. Bir, bunu fakt olaraq götürə bilərik. Bir də başqa nə fakt götürə bilərik? Bir də qədim türk əlifbası nümunələri aşkar edilibdir. Bax, bir də bunu fakt olaraq qeyd edə bilərik. 30. Mətndə tünd qara hərflərlə verilmiş sözə əsasən cədvəli tamamlayın. Tünd qara hərflərlə verilən söz 4-cü geoloji dövrlə bağlıdır. Bağlıdır, burada əlaqəlidir anlamındadır. Sözün mətndəkindən fərqli mənası. Demək, mətndə bağlıdır sözü hansı mənadadır? Əlaqəlidir mənasında işlənibdir. Biz bunu fərqli mənada, məsələn, necə işlədə bilərik? Örtülüdür işlədə bilərik. Yəni, qapı örtülüdür. Yəni, qapı bağlıdır. Bu mənada işlədə bilərik. Sonra, başqa məsələn, bağlı sözünü keçilməz mənasında işlədə bilərik. Məsələn, keçilməz yol, yəni bağlı olan bir yol. Bax, bu mənalarda işlədə bilərik. Bizim bugünkü izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənə.